Salam dostlar, əlimdə 2 ədəd belə gördüyünüz səhnə işıqları var. Bunlar RGB işıqlardır. Bir neçə işıq effektləri buradan təyin etmək olur. Timer və sair funksiyası var. Həmçində DMX giriş və çıxışlar var. Yəni bunları bir neçəsini ard-arda qoşub gələn audionun səsinə uyğun effektlər ala bilirlər. Hər ikisi də xarabdır. İndi gəlin bunları söküb dərdləri nədir ona baxaq və təmir etməyə çalışaq. Daxilinə baxsaq, görürük ki, çox sadə bir platalı konstruksiyası var və qida bloku da elə platasının üzərindədir. Platanın arxa tərəfində elə də çox komponent yoxdur, sadəcə LED ekran, düymələr və mikrofon var. Əsas ön tərəfində, yəni biz hazırda baxdığımız tərəfdə bütün komponentlər buradadır. İndi isə gəlin bunları hissələrə bölüb bir-bir analiz edək. Burada gördüyünüz kimi qida bloku, sonra segment LED ekran, RGB LED sürücü, 3.3 volt regulyator, mikrokontroller, mikrofon gücləndirici dövrə və 430 MHz-lik radioəlaqə dövrəsi də var. Kartın üzərində kənardan qida vermək üçün belə bir kiçik şteker var. O ştekerin də ayaqlarının hansının plus-minus olduğunu təyin etmək üçün onun qoşulu olduğu kondensatorla müəyyən edə bilərik. Multimetrin rezistor ölçmə rejimində kondensatorun minus ayağı ilə bu ştekerin minus ayağını tapıb, daha sonra qida blokundan 5 volt və 300 mA bir limit qoyub bunu qida ilə təmin edirik. Belə blokları adətən 12 volt olur, amma mən ilk olaraq 5 volt olaraq verib test etməyə başlayacağam. Görürük ki, ekran işə düşür və 16 mA cəryan çəkməyə başlayır. Və biz bu tip kartlar adətən 12 volt olduğu üçün biz bunu rahatlıqla indi 12 volta qaldıra bilərik. Kartın tam funksionallığını yoxlamaq üçün indi üzərinə LED-ləri də qoşuruq. Görürük ki, LED-lər normal işləyir və cəryan limiti gəlib və cəryan limitini də qaldırırıq. Görürük ki, təxminən 1.3 amper cəryan çəkir 12 voltda. Yəni bu da normaldır bu tip LED-lər üçün. LED-lərin bu vəziyyətdə işləməsi və kartın da normal işləməsi onu göstərir ki, kartın üzərindəki qida bloku sıradan çıxıb, qalan hər şeyi normal vəziyyətdə işləyir. Yəni bütün funksionallığı var. Sadəcə qida bloku təəssüf ki, sıradan çıxıb. İndi gəlin ona bir çarə tapaq. İlk növbədə ştekerin plus-minus girişlərini dəyişirəm. Bu mən özümün əlavə elədiyim bir ştekerdir. Plus-minusu kartın üzərindəki ştekerlə uyğun gəlmədiyi üçün onu bir iynə ilə çıxarıb yerlərini dəyişirəm. Daha sonra şteker vasitəsilə qoşub test edirəm. Görürəm ki, hər şey qaydasında işləyir. İndi isə gəlin ikinci RGB işığı da söküb baxaq. Yəni böyük ehtimalla onda da qida bloku problemidir, amma yenə də tam əmin olmaq üçün gəlin test edək. İlk növbədə elə qida blokundan qoşub yoxlayacağam. Görək transformatorun çıxışında 12 volt verirmi? Görürük ki, heç bir voltaj yoxdur. Bu tip ucuz kütləvi istehsal olunan işıqlarda adətən çox ucuz bir qida bloku dövrəsindən istifadə edirlər. Komponentləri də nisbətən keyfiyyətsiz olur. Ona görə də onu heç təmir eləməyə dəyməz. Mən buna başqa bir çarə fikirləşdim. Deməli, kənardan belə DC jack vasitəsilə 12 volt və minimum 2 amper bir verə bilən bir qida bloku adapter vasitəsilə bunlara kənardan qida verəcəm. Kənardan qida vermək üçün bu gördüyünüz terminal adapterları, jackləri drel vasitəsilə yeni yuvalar açıb onları ora quraşdıracağam. Mövcud kabel yuvası biraz diametri böyük olduğu üçün daha kiçik yuva lazım idi. Ona görə daha kiçik ölçüdə yuva açacağam. Yuva yerlərini açdıqdan sonra və jackləri də qulaşdırdıqdan sonra indi onların plus-minusunu tapırıq. Gördüyünüz kiçik jack başlıqları ilə üstlərində qeyd olunub plus-minusları. Onlarla vasitəsilə plus-minusu tapırıq. Daha sonra kiçik ştekerə lehimləyəcəyimiz yerə belə yığılan qoruyucular, makaronlar deyə bilərik buna. Yığılan izolyatorlar vasitəsilə onu birləşdirəcəyik. Belə gördüyünüz yerdə lehim dəlikləri var. O kabeli o dəliklərdən keçirib daha sonra lehimləyirik və üstlərinə də yığılan izolyatorları vurub və isti hava ilə, yəni isti fenlə
onları bərkidəcəyik. İşıqlarımız demək olar ki, hazırdır. Son bir kabeli dartıb test edirik, görək hər şey qaydasındadırmı. İndi isə 12 volt 2 amperlik adapterlarımızı, minimum 2 amper olsa daha yaxşıdır. Amma yəni 3 amper, 4 amperlik adapterdə yuxarı heç bir problem yoxdur. Əsas aşağı olmaz. Və taxıb qoşuruq, görürük ki, hər şey qaydasındadır. Hər iki spot işıqda da eyni proseduru təkrarlayırıq və bununla da işıqlarımız istifadəyə hazır vəziyyətə gəlir. Bu işıqlar normalda disko və səhnə işıqlarıdır. Amma evdə arxa fonu işıqlandırmaq üçün, məsələn, YouTube kadrlarında filan növbəti videolarda görəcəksiniz. Arxa fonu işıqlandırmaq üçün istifadə edəcəm. Daha bir uğurlu təmir videomuzun sonuna gəldik dostlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Sağ olun.